Deməli, əziz tələbələr, imtahan vaxtları bəllidir, həm 11-lər üçün, həm 9-lar üçün. Mən sadəcə nəyi demək istəyirəm ki, yaxşı nəticə əldə etmək istəyirsənsə, bunun yolu bir. Sən mümkün qədər çox sınaq, test işləməlisən. Riyaziyyatdan qayda əzbərləməyin elə də rolu yoxdur. Sən sınaq və testlərdə rast gəldiyin çətin sualların qaydalarını qeyd edirsən özün üçün dəftərinə. İlk olaraq, indi bu həm 9-lara yedirim, həm 11-lərə aiddir. Birinci, test işlədin, səhv işlədin, çətin gəlir sənə. Onu xüsusi bir dəftər tut, həmin çətin sualları qeyd elə. Dəftərə. Soruşarsan, haradan bilirsən bunu belə eləmək lazımdır? Bizim yüzlərlə yüksək bal yığan tələbəmiz var. Və deyim ki, hamısı sorğu aparsa, eyni şey deyil. Biz onlar arasında sorğu aparmışıq. Eyni şey deyil. Sınavlarda və ya işlədikləri testlərdə çətin suallar var. Onları xüsusi araşdırırlar. O araşdırma nəticəsində nələr çətindirsə xüsusi qeyd ediblər. Və imtahana yaxında onları bir-birdən ediblər. Təkrarlayırlar. Yəni, əsas zəif nöqtələrini görür. Zəif nöqtələrinizi araşdırırsınız. 9-ların imtahanına hələ çox var. Yəni, bizim çox güman ki, biz 2-ci zon olacaq. Bizim ərazimiz. Aprelin 12-sinə gəlib çıxacaq. Sonra yaxın biz sürət qrupumuzu da açacaq. Sürət qrupunda da ümumi təkrar edəcək. İmtahan proqramı tamamilə çatır. Yəni, burada narahatlığa əsas yoxdur ki, ay, məsələn, güvən səndən qabaqdadır, OTK hardadır və s. Heç bir problem yoxdur. Vaxt kifayət qədərdir. Və bütün mövzularda çox rahatlıqla çatdırılır. Çox rahatlıqla, hətta yarı-yarı verməyir. Yəni, o baxımdan mövzunu çatdırmaq baxımından qəti qorxumuz yoxdur. Ancaq sürət qrupunda da sürətli şəkildə nə edəcəyik? Təkrarlayacaq. Bizim tələbələr üçün ora daxil olmaq məcburidir. Oturub orada olmalısınız. Ona görə də Zoom proqramınızı hazır edirsiniz 9-da. 11-lər üçün bizdə onsuz da indi sürət qrupu var. Onlar imtahan verən kimi 9-lar çalışacaq. 11-lərinki mart ayının biri qutaracaq, sürət qrupun vaxtı. Ardınca da 9 martdan sonra ardınca 9-lar üçün sürət qrupu olacaq. Sınavlarımızı mütləq və mütləq vicdanlı şəkildə işləyirsiniz. Bizim sınavlardan 20-21 yazan artıq əminliklə demək olar ki, imtahanda neçə yazacaq? 25. Əgər fikir vermişsinizsə, 9-ların sınavları bizdə daha çətin. Son sınavları işlə, səhvlər üzərində işlə, testləri işlə, test işləyəndə hansısa qaydaya rast gəlirsən ki, o qaydanı bilmirsən. Ya mənim videomdan öyrən, ya şəxsən yaxınlaş mənə. Məndən soruş ki, Süleyman, bax, bunun qaydası nədir? Mən niyə bunu yaza bilmədim? Vəssalam. Bunları riayət edəcəksən, müəllimin dediyinə riayət edəcəksən, uğur sənindir. Necə deyərlər, orada yaxamda yazmışam. Əgər uğur sənə tərəf gəlmirsə, sən uğur tərəf ged. Və əlindən gələni elə. Buyur.